hansı döyüşdən sonra iki cəbhədə vuruşmalı olurlar? Bəli, Marna döyüşündən sonra. Aha. Bəs nə vaxtı iki cəbhədə vuruşmaqdan azad olurlar? Deməli, elə bu Marna döyüşündən sonra iki cəbhədə vuruşmaq məcburiyyətində qalırlar deməli. Ondan sonra Seytanibek döyüşü baş verəcək, düzdürmü? Aha, Tannenberg döyüşü baş verir, amma Hə. deməli, hansı sülhdən sonra Rusiya çıxır? Hə, o sülhdən sonra elə şeydir də müəllim, Montenegro. Çox keçməsin. Hə, yox, hansı sülhdən sonra çıxır pərtidirsə, bilirəm, Brest, Litovskda. Aha. Deməli, artıq nə olur? Almaniya iki cəbhədə vuruşmaqdan bir tərəf çıxır da, yəni Rusiya çıxır. Şərqdə 17-in sonlarından artıq Şərq cəbhəsində müharibə başa çatmış olur. Bəs yaxşı, ilk dəfə tanklardan istifadə edildiyi döyüş hansı? Soma döyüşündə, bəli. Aha, Soma döyüşü nə vaxt olub? Soma döyüşü 1916-cı ilin yayında. Aha, onu da samızlıqdan oxşadı, biraz da saxlayırıq yayda. Bəs yaxşı, Ziyad sən deyə bilərsən, ən böyük dəniz döyüşü hansı idi? Adı nə? Jutlandiya. Aha, orada nəticəsi nə olur? Adı neydi? Bərabərlik. Heç kim qazana bilmir. Aha, Almanlar və ingilislər arasında heç bir nəticə olmur. Bəs sən deyə bilərsən, ABŞ nə vaxtı qoşulmuşdu müharibəyə? 17-də qoşulmuşdu. Dedik ki, Brest-Litovsk sülhü ilə müharibədən çıxan dövlət hansı oldu? Aha, Rusiya martında. Bəs yaxşı sən deyə bilərsən, 1915-ci ilin sentyabrından 1918-in sentyabrına qədər qoşulan dövlət, yəni müharibədə iştirak edən dövlət hansı idi? 15-in sentyabr, 18-in sentyabr. İngiltərə. Yox, İngiltərə əvvəldən var idi onsuz. Həmin dövlətin qoşulmağı ilə nə oldu? Dörtlər ittifaqı elə bil ki, yaranırdı. Yəni İtaliya çıxmışdı, onun yerinə gəlir. Bolqarıstan. Aha, Bolqarıstan deməli 15-in sentyabrından 18-in sentyabrına qədər olmuşdu. Aha. Bəs yaxşı, Fəruz sən deyə bilərsən, birinci dedik ki, 1914-cü ildə Almanlar Fransa istiqamətində hücuma keçəndə, yəni o Marnada bu plan boşa çıxdı, alınmadı. Bəs 1918-də yenə Fransa Paris istiqamətində gedəndə həmin Almanlar hücumun qarşısını hansı dövlət almışdı? Amerika. Deməli ABŞ qüvvələrinin şeylə dayandırır. Köməyi ilə, bəli, onlar qarşısını almışlar. Bəs Çanaqqala döyüşü nə vaxt olmuşdu? Niyə olmuşdu? Kimlər arasında? Aha. Çanaqqala döyüşündə deməli mənim neçənci ildə baş verir? 1915-ci ilin əvvəllərindən başlamışdı. Deməli İngiltərə və Fransa Rusiyaya yardım edirlər ki, Çanaqqala boğazını ələ keçirsin Rusiya və bununla da Osmanlı dövlətində asılı olan İstanbulu ələ keçirib Osmanlını parçalamaq üçün. Aha. Alındı bəs, yoxsa? Xeyr. Bəli, nəticəsi nə oldu? Nəticədə deməli mənim Çanaqqala boğazını ələ keçirə bilmədilər. Ondan sonra məğlubiyyətə uğradılar və deyir ki, Çanaqqala döyüşü Türk xalqına Mustafa Kemal Atatürk kimi bir sərkərdə qazandırdı. Bəli. Bəs yaxşı sən deyə bilərsən İngiltərənin ikili siyasət yeritməyi nə vaxt idi və mahiyyəti nə idi? 1916-cı ildə deməli hərbi əməliyyatları burada yaxın şərqin neft mədənlərini ələ keçirmək məqsədləri tutmaq üçün İngiltərə ikili siyasət yeritdi. Bunlardan istifadə ala bilərəm. Bəs yaxşı, Fəruz sən deyə bilərsən, Vanda qiyamı nə vaxt olmuşdu? Böyük yalan. 1918. Yox. Ziyad sən deyə bilərsən, Vanda qiyamı nə vaxt? Vanda böyük Aha, böyük yalan. 1915. Ziyad sən deyə bilərsən, orada təkcə müsəlmanlara qarşı qırğınlar törədilər. Yahudilərə. Aha, yəhudilərə qarşı da deməli qırğınlar törədilmişdi. Yaxşı, Fəruz sən deyə bilərsən, 1918-in martında müharibədən çıxan dövlət hansı oldu? Martında hansı dövlət çıxıb? May ayında çıxan var, martında hansı çıxıbdı? Deməli martında çıxıbdı da, mən deyirəm bir dəqiqə. Martında elə bu çıxıbdı, hə? Rusiya. Aha, mayında hansı dövlət çıxdı? Rumıniya. Aha. Sentyabrda Ziyad hansı dövlət çıxdı? Bayaq dedik. Sentyabrda. Almaniya. 15-in sentyabrı, 18-in sentyabrı. Almaniya deyil. Almaniya sentyabrda çıxmayıb axı, Birinci Dünya müharibəsinin sonunda çıxır. 15-in sentyabrı, 18-in sentyabrı. Dörtlər ittifaqı da yaranmışdı o dövlətin qoşulmağına. Bolqarıstan. Aha, oktyabrda onlarla yadda saxlamışdıq. Oktyabrda çıxır. Aha, 14 oktyabrı, 18 oktyabrı. Bəs Pərviz sən deyə bilərsən, şeydə 18 noyabrın əvvəlindən hansı ölkə çıxır? Necə? Noyabrın? Aha, noyabrın əvvəlində hansı çıxır daha sonra? Deməli mən